Bugünkü dərsimiz olacaq istilik mühərrikləri. Nədir istilik mühərrikləri? Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur istilik mühərrikləri. Yəni istilik mühərrikləri nə edir? Daxili enerjini mexaniki enerjiyə çevirir. Yəni daxili enerji çevrilir mexaniki enerjiyə. Deməli, həmin bu qurğulara, mühərriklərə misal göstərmək olar. Məsələn, tutaq ki, buxar turbini, reaktiv mühərriklər, daxili yanma mühərrikləri, sonra dizel mühərrikləri, karburatorlu mühərriklər və s. Amma biz hər yanında mühərrik sözü gördüyümüz mühərriki istilik mühərriki kimi qəbul edə bilmərik. Niyə? Məsələn, ən sadə misal tutaq ki, külək turbini, külək mühərriki daha doğrusu, külək mühərriki. Bu istilik mühərriki deyil. Niyə deyil? Çünki məsələn, belə deyim, külək mühərriki nə edir? Havanın yaratdığı kinetik enerjini çevirir elektrik enerjisinə. Necə baş verir bu? Məsələn, tutaq ki, küləyin təsirindən bu turbin başlayır fırlanmağa. Düzdürmü? Fırlanır. Orada nə yaranır? Hərəkətdən dolayı yaranır kinetik enerji. Və sonra nə olur? Və bu fırlanmadan elektrik cəryanı əldə edirik. Necə? Məsələn, mexaniki enerji çevrildi, oldu elektrik enerjisi. Düzdürmü? Amma istilik mühərriki nə idi? Daxili enerji mexaniki enerjiyə çevirirdi. Burada əksi baş verdi. Deməli, külək mühərriki istilik mühərriki deyil. İstilik mühərrikləri normalda 3 hissədən ibarət olur. Birinci hissə qızdırıcı, ikinci işçi cisim, üçüncü soyuducu. Məsələn, tutaq ki, daxili yanma mühərrikidir, dizel mühərrikidir. Burada tutaq ki, qızdırıcı rolunu yanacaq oynayır. Məsələn, onlarda işçi cisim rolunu oynayır qaz. İkincidən danışıram, işçi cisim rolunu oynayır qaz. Belə deyək, yəni yanma məhsulu. Məsələn, tutaq ki, orada benzin ya da dizel alışan zaman orada karbohidrogen olduğu üçün karbon qazı və su buxarı ayrılır. Həmin qaz kütləsi işçi cisim rolunu oynayır. İkinci, yəni işçi cisim rolunu oynayır və nə edir? Projeni hərəkətə gətirir, hərəkət etdirir. Soyuducu rolunu isə atmosfer oynayır. Necə? Atmosfer nə edir burada? Tutaq ki, məsələn, avtomobillərdir, düzdürmü? Avtomobillərdən elə sadə misal göstərək. Avtomobillərdə fikir vermişiksə, xaric etmə borusu olur da, düzdürmü? Yəni ki, hamı müşahidə edib bunu. Həmin bu xaric etmə borusunda buna çox vaxt səhv etmirəmsə, qulşitel deyirlər. Orada nə edir? Tüstü çıxır həmişə. Fikir vermişik də yəqin ki, həmişə məsələn həmin o qulşiteldən tüstü çıxır. Yanma məhsulları borudan xaricə çıxır. Həmin borudan nə edir? Xaricə çıxır. Axı içəridə güclü proses gedib, alışma prosesi gedib də, həmin o temperaturu belə deyim də, yüksək yanma məhsulları tutaq ki, xaricə veriləndə, xaricə çıxanda nə baş verir burada? Atmosferlə təmasda olur. Nə edir? Soyuyur. Düzdürmü? Yanma məhsulları soyuyur. Nəticədə nə olur? Yanma kamerası da soyuyur. Əgər həmin bu soyuducu olmasa, həmin bu soyuducu çox önəmlidir əslində. Məsələn, bu soyuducu olmasa nə olar? Dalbadal alışmalar olar. Alışmalar gedər, temperatur yüksələr, nə olar? Partlayış baş verir, maşın yolda getdiyi yerdə Allah eləməsin partlayar. Ona görə həmin bu soyuducu olmasa, nə edir? Sistem dövrü olaraq işləyə bilməz. Bu
Bunlar olmalıdır ki, ümumiyyətlə həm qızdırıcı, həm işçi cisim, həm soyuducu hər üçü olmalıdır ki, sistem qızsın, soysun, dövrü olaraq belə işləyə bilsin. İndi keçək daxili yanma deyirəm, istilik mühərriklərinin işləmə prinsipinə necə işləyir. Deməli, tutaq ki, temperaturu T1 olan bir qızdırıcıdır, düzdürmü? Nə edir? Kübür qədər istiliyi verir işçi cismə. İşçi cisim nə edir? İşçi cisim ötürür soyuducuya, düzdürmü? Ötürür soyuducuya. Onun məsələn Q2 qədərini ötürdü soyuducuya, düzdürmü? Kübür qədər qızdırıcı verdi. Q2 qədərini ötürdü soyuducuya. Nə oldu sonra? Kübür çıx Q2 qədər iş gördü. Yəni ötürdü bunu. Görülən iş nəyə bərabər oldu? Kübür çıxılsın Q2-yə, düzdürmü? Və belə deyim, belə deyək də, işə qaldı kübür çıxılsın Q2. Neynədi? Qızdırıcı kübür qədər istilik verdi. Q2'sini ötürdü soyuducuya. İş görməyə nə qədər qaldı? Kübür çıxılsın Q2 qədər. Buradan indi biz nə edirik? İstilik mühərrikinin faydalı işini tapa bilərik. Burada A' bərabərdir. Q1 çıxılsın Q2. Həmin bu qalan faydalı işdir. A'. Buna deyəcəyik faydalı iş. Q1 də bildiyimiz kimi həmin o qızdırıcının verdiyi istilik miqdarıdır. Yəni qızdırıcıdan aldığımız istilik miqdarıdır. Q2 nədir bəs? Q2 də soyuducuya verilən istilik miqdarıdır əlbəttə ki. İndi bizə bunlar məlum olsa, biz nə edərik? İstilik mühərrikinin faydalı iş əmsalını tapa bilərik. Necə? Görülən işi həmin bu istilik miqdarına bölsək, düzdürmü? Yəni biz necə tapırdıq? Faydalı işi bölürdük tam işə, düzdürmü? Qızdırıcı nə qədər istilik verdisə, o tam işə bərabər götürürük bunu. Yəni Q1'i. Faydalı işə nə qədər qaldı? Q1 çıxılsın Q2 qədər. Biz buradan faydalı iş əmsalını tapacağıq. Onda faydalı iş əmsalı nəyə bərabərdir? ETA bərabərdir. A', yəni faydalı iş bölünsün tam iş. Yəni Q1 vurulsun 100%. 100'ə vururuq ki, faizlə ifadə edə bilərik. A' nə idi? Burada yazılıb da. Q1 çıxılsın Q2. Bunu bölürük Q1'ə, vururuq 100%'ə. İndi bunu necə yaza bilərik? Bu Q1 bölünsün Q1'ə ayırarıq. Olar burada 1 çıxılsın, Q2 bölünsün Q1. Aha. Bir də təbii ki, vur 100% var da. Vur 100%. İndi nə edirik? Bircə dəqiqə mən buranı silim. Davam edeyim. İndi biz bir də tapa bilərik nəyi? İdeal istilik mühərrikinin faydalı iş əmsalı. Buna Carnot düsturda, daha doğrusu Carnot düsturda deyə bilərik. Burada ETA maksimum bərabərdir. T1 çıxılsın T2, bölünsün T1'ə. Və faizlə ifadə eləmək istəsək, təbii ki, vurarıq 100%'ə. Bunu da belə də yaza bilərik. Bu T1 bölünsün T1, yəni 1 çıxılsın T1 çıx D2 bölünsün T1. Bu elə bir fərq deyil. Bu məsələn, tutaq ki, beləymiş. Əvvəl T1'də T1 çıxılsın T1'də T2. Beləymiş. Biz bunu ortaq məxrəcə gətirmişik. O T1 ortaq məxrəc olaraq gətirdik. T1 çıxılsın T2. Bax belə. Ona görə də indi biz bunu ayırıb yazırıq. İndi burada nə qaldı? T2 bölünsün T1. Vurulsun 100%. İndi biz buna niyə maksimum yazmışıq? Orası da önəmlidir. Və niyə Carnot düsturu? Buna yazacaq Carnot düsturu. İlk öncə Carnot düsturu. Aha. Niyə Carnot düsturu?
Fiziklər həmişə çalışıb ki, mühərrikdən ümumiyyətcə maksimum faydalı iş əldə etsinlər. Faydalı iş əmsalının maksimum olmağına çalışıblar. Buna məsələn, tutaq ki, belə deyim, mexanikada deyirik ki, sürtmə əgər olmasa, sistemdə sürtmə yoxdursa, olmasa, faydalı iş əmsalı 100% ola bilər. Bunu termodinamikaya deyə bilmirik. Çünki kənar qüvvələr həmişə var. Onu yox edə bilmərik. Bir mühərrik maksimum nə qədər istilik verə bilər? Karno onu araşdırıb və maksimal dəyəri hesablayıb. Təbii ki, bu aiddir ideallaşdırılmış ideal istilik modellərinə. Yəni normal istilik mühərrikləri üçün düsturumuz necə idi? Eta bərabərdir A' bölünsün Q1. Vurulsun 100%. Buna da dedik Q1 çıxılsın Q2 bölünsün Q1 vurulsun 100%. Burada eta nədir? İstilik mühərrikinin faydalı iş əmsalıdır. T2 soyuducunun temperaturudur. T1 qızdırıcının temperaturudur. İndi biz burada asıllıqları qura bilərik də. Necə? Bircə dəqiqə bunu silin. Silinmədi. İndi baxırıq, tutaq ki, etanın H-dan asıllığını. Etanın H-dan asıllığını. Eta H-dan necə asıldır? Məsələn, tutaq ki, bu düsturu götürək də. H-dan necə asılı olacaq? Tutaq ki, burada uyğun gəlsin bir Q1 qiyməti. Əgər Q1 olsa, H Q1-ə bərabər olsa nə olar? Faydalı iş əmsalı, yəni eta bərabərdir. İndi faizsiz ifadə edək də. H bölünsün Q1 deyil. Bu da bərabərdir Q1. Q1 çıxılsın Q2 bölünsün Q1 deyil. Bunu yazdıq. Burada Q1'i yerinə yazsaq, onlar nə? 1. Deməli, Q1 olsa, eta 1 qiymətini alır. Bax, belə. Belə olacaq asıllıq. İndi keçək Q2'dən asıllığına. Etanın Q2'dən asıllığına. Baxırıq indi etanın Q2'dən asıllığına. Əgər burada Q2 Q1 qiymətini alsa, nə baş verəcək? Q2'nin yerinə Q1 yazsaq olacaq 1 çıxılsın Q1 bölünsün Q1. O da edəcək 1 çıxılsın 1. Yəni 0. Deməli, bu nöqtəni qeyd edirik. Bəs eta nə vaxt 1 ola bilər? Deməli, burada Q2'nin yerinə 0 yazsaq, burada nə qalacaq? Olacaq Q1 çıxılsın 0 bölünsün Q1. Ondan olacaq, qalacaq Q1 bölünsün Q1. O da edəcək 1. Deməli, bir qiymətini də Q2 0 olanda aldı. Onda asıllıq necə olacaq? Bu da etanın, yəni istilik mühərrikinin faydalı iş əmsalının soyuducuya verilən istilik miqdarından asıllıq qrafiki. Tutaq ki, məsələn, biz etanın, tutaq ki, ya bizə rəqəm, bunları silin. Burada rahat quraq. Deməli, biz tutaq ki, faydalı işi tapmaq istəyirik. H bərabərdir nəyə? H bərabərdir Q1 çıxılsın Q2 deyildi. Yazıram bura. H bərabərdir Q1 çıxılsın Q2 idi. Düzdürmü? Və eta nəyə bərabərdir? Eta bərabərdir H bölünsün Q1'ə. Düzdürmü? Buradan H tapsam, H nəyə bərabərdir? Eta vurulsun Q1'ə. İndi burada biz tutaq ki, A'nın H-də, yəni qazın deyirəm, mühərrikin faydalı iş əmsalını tutaq ki, biz qurmaq istəyirik Q1'dən asıllığını. Necə quracağıq? A' Q1'dən asıllığı. Necə asıldı Q1'dən? Düz asıldı.
Burada bir alfa bucağı deyək. Yəni qrafikin absis oxu ilə əmələ gətirdiyi bucağı bir alfa deyək. Buradan tangens alfanı tapsaq, tangens alfa nəyə bərabərdir? Bunun üzərində bir üçbucaq qururuq. Alfanın qarşısındakı bu hissə nəyi bildirir bizə? A ştrixi. Demək, bura A ştrixdir. Bitişik hissə nəyi bildirir? Q1'i. Yəni qızdırıcının verdiyi istilik miqdarına. Qızdırıcıdan alınan istilik miqdarına belə də deyə bilərik. Onda buradan tangens alfa nəyə bərabərdir? Qarşı katetin, yəni A ştrixin nəyə? Bitişik katetə, bura. Yəni Q1'ə nisbətlə. Buradan yazaq. A ştrix bölünsün Q1. Aha. Bu da bizə nəyə verdi? Etanı. Da bərabərdir etaya. Buradan tutaq ki, orada topluda da buna aid suallar var. Deyir, məsələn, bir neçə nöqtə verib, elə topluda olan bir suala baxaq, onun üzərindən işləyək. Tutaq ki, buradan istilik mühərriklərində olmalıdır. Səhv etmirəmsə. Məsələn, tutaq ki, yenə 26-cı suala baxaq. Məsələn, istilik mühərrikinin gördüyü işin qızdırıcıdan alınan istilik miqdarından asıllıq qrafiki verilmişdir. Yəni, A ştrixin Q1'dən asıllıq qrafiki verilib. Mühərrikin faydalı iş əmsallarını müqayisə edin deyir. Necə edirik bunu? İndi bizim düsturumuz necə idi? Tangens alfa nəyə bildirirdi bizə? Tangens alfa bərabər idi A ştrix bölünsün Q1. Bu da nə idi? Eta. İndi nə edirik? Hər bir nöqtədən nə edirik? Bir düz xətt keçirik. Məsələn, koordinat başlanğıcından birləşdirdik 1-i. 2 ilə 3 eyni düz xətt üzərindədir. Sonra birləşdirirəm 4'ü. Birləşdirdim. Bu birincinin bucağıdır. Bu 2 ilə 3'ün, bu axırıncı da 4'ün bucağıdır. Bizdə nəyi soruşur? Faydalı iş əmsallarını müqayisə etməyi soruşur. Deməli, etanı müqayisə etməliyik. Eta da nə ilə əlaqəlidir? Tangens alfa ilə. Tangens alfa da bilirik ki, artan funksiyadır. Yəni, bucağın artması ilə birinci rübdə bucağın artması ilə artır. Tutaq ki, bucaq böyüdükcə tangens alfanın da qiyməti böyüyür. Deməli, ən böyük bucağı olanın faydalı iş əmsalı tangens alfası böyük olacağına görə faydalı iş əmsalının da qiyməti böyük olacaq. Yəni, burada ən böyük 1'dir. Onda nə olacaq? Eta 1 böyük olacaq. Nədən? Burada böyük olacaq 2 ilə 3'dən. Düzdürmü? Eta 2'dən. O da bərabərdir axı 3'ə. Çünki eyni bir düz xətt üzərindədir. Eta 3. O da böyük olacaq eta 4'dən. Bunu harda bildik? Bir dənə də açıqlayaq. Deməli, dedik ki, 1'in bucağı ən böyükdür. Ona görə də tangens alfa ən böyük olacaq və etası, yəni faydalı iş əmsalı çox böyük olacaq. İndi keçirik 2 ilə 3'ə. 2 ilə 3 görürük ki, buradan şəkildən də 2 ilə 3 eyni bir düz xəttin üzərindədir. Onda nə olacaq? Bunlara eyni bir bucaq düşür də. Eyni bucaqdır. Eyni bucaqda 2 ilə 3 eyni düz xətt üzərində yerləşib. Ona görə də onların etaları eyni olacaq. Yazdıq 2 bərabərdir 3'ə. Amma bunlar birdən kiçikdir. Daha bucağı çünki kiçikdir. Sonra keçirik 4'ə. 4'də bucaq ən kiçikdir. Yəni 1'ə, 2, 3'ə baxmış ən kiçikdir 4'dən. Ona görə də etası da 4'ün ən kiçiyi olacaq. İnşallah ki, başa düşdük məsələn. İndi tutaq ki, elə məsələlər var ki, bizdə faydalı işi yox, faydalı gücü verir. Biz gücü N hərfi ilə də işarə etmişik, amma P hərfi ilə də işarə edə bilərik. Onda eta bərabər olur nəyə? Eta bərabər idi A ştrix bölünsün Q1'ə. Faydalı güc iş nəyə bərabər idi? Güclə zamanın hasilinə, düzdürmü?
Bunu yaza bilərik də. P güc vurulsun zaman. T bölünsün Q1. Tutaq ki, faydalı gücü P olan istəyik mühərrikidir. Məsələdir bizə verilib. Onun faydalı əşəmsalını hesablayır bu düsturla.